بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين اللهم آت نفوسنا تقواها وزكها أنت خير من زكاها أنت وليها ومولاها. Ramazanın 22. gecəsindeyiz. Allah subhanahu wa ta'ala'ya hamd olsun. Ve bilirsiniz bu Ramazanın son günleri, son geceleri en şərəfli gecelerdir. Çünkü bu gecelerde umulan 1000 aydan xeyirli olan bir gece var. O da Qədir gecəsidir. Leylətul Qadri xayrun min elfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Və ötən gecə 21-ci gecə idi. Həmçinin cümə gecəsi idi. Dünənki gecə. Və elm əhli deyir ki, əgər Qədir gecəsi Ramazanın son 10 günündə tək gecələrə üstün gələrsə, yəni tək gecələrlə üst-üstə gələrsə, böyük ehtimal ki, o Qədir gecəsidir. Böyük ehtimal ki, o Qədir gecəsidir. Çünki bu nadir olur, tək günün cümə günü ilə eyni gecədə bərabər olması. Lakin hər bir halda, düzünü Allah bilir, bu gecə bizə bildirilməyib. Hətta Allah Resulü sallallahu aleyhi və səlləm belə deyir ki, mənə görsədildi, sonra unuttum, unutturuldu. Unutturuldu. Niyə? Yəni, bilsəydikmi yaxşı olardı, yoxsa bilməməyimiz yaxşıdır? Ha? Qədir gecəsini bilməyimiz yaxşıdır, yoxsa bilməməyimiz? Niyə? Ha? Əgər bilsək nə olar? Məsələn, əgər bilinsə ki, 21-ci gecə Qədir gecəsidir məsələ. Ha? Ha. Təsəvvür edin, məscid dolu olar, məscidə yer olmaz. Məsciddə yer olmaz, məscidlərdə. Məscid dolu olar. Və insanlar da salam. O gecəni ibadətdə keçirənlər səhərə qədər, ondan sonra getdi. Bir də bayram üçün gələnlər məscidə. Buna görə böyük bir hikmətdəndir ki, Allah subhanahu ta'ala bu gecənin hansı gecə olmasını bizdən gizlədi. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem bildirib ki, son 10 gündə axtarır. Yaxşı, burada məsələ var. Qədir gecəsi son 10 günün tək gecələrindədirmi, yoxsa ehtimaldırmı ki, cüt gecələrdə də ola bilərmi? Bəzi elm əhli deyib ki, məsələn, İbn Həcər rahimullah onlardandır. Deyirlər ki, tək gecələrdədir. Niyə görə? Çünki Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, İltəmisuhə fil əşril əvaxir, İltəmisuhə fil vitri minəl əşril əvaxir. Son 10 günün vitrində axtarın. Son 10 günün tək günündə. Deyirlər ki, demək ki, tək gündədir. Allah Resulü sallallahu aleyhi ve sellem irşad edib buna. Amma cümhur elm əhli deyirlər ki, tək gündə də ola bilər, cüt gündə də ola bilər. Çünki bəzi hədislərdə də Peyğəmbər sallallahu aleyhi ve sellem bunu qeyd etmədən mütləq olaraq qeyd edib. Deyib ki, İltəmisuhə fil əşril əvaxir min Ramazan. Ramazanın son 10 günündə axtarın. Tək günü qeyd etmədən. Ramazanın son 10 günündə. Ona görə deyirlər ki, tək gündə ola bilər, cüt gündə də ola bilər. Yaxşı, bəs bu hədisə nə cavab veriblər? Peyğəmbər sallallahu aleyhi ve sellem deməsi ki, tək gündə axtarın. Deyirlər ki, bu, yəni ki, daha çox ehtimal olunan gecələr tək gecələrdir. Buna işarət sadəcə. Amma mənası o deyil, o demək deyil ki, cüt gündə ola bilməz. Həmçinin deyirlər, çünki tək gecə
Ramazanın sonluğuna görə dəyişir. Nə zaman tək olur? Əgər Ramazan ayı 29-dan olsa, onda tək olur 21-ci gecə məsələn. 21, 23. Nə zaman tək sayılır bu? Əgər Ramazan günləri 29-dan olsa, amma əgər 30-dan olsa, onda 21-i tək sayılmır. Ona görə də doğru olan odur ki, inşallah Qədir gecələri mümkündür ki, 21-ci gecəsi də olsun, 22-ci gecəsi də olsun, 23-cü gecəsi də olsun, 24, 25, bax belə. Bəli, sonra daha çox hansı umulan gecədir deyə, daha çox hansı umulan gecədir. Ən çox, yəni, hansında ola bilər deyə, elm əhlində yenə çox geniş bəhsi var bu barədə. Mədinə əhlinə görə 23-cü gecədir. Bəsra əhlinə görə 24-cü gecədir. Yenə bəzi sələflər deyiblər ki, 21 və 23-cü, şafilər məsələn, 21 və 23-cü gecədir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, hədisdə gəlib ki, həmən gecə yuxuda görüb ki, torpağa və suya səcdə edir. Və həmin gecədə bir rəvayətdə gəlib 21-ci gecə olduğu, bir rəvayətdə 23-cü gecə. Yəni həmin gecə yağış yağıb və Peyğəmbər sallallahu aleyhi ve sellem torpaq və suya düşür. Allah Resulü sallallahu məscidi tavanı nədən idi? Xurma liflərindən və yağış yağanda məscidin içinə daxil olardı. Və yerdə nədən idi? Torpaqdan. Yoxsunda görür ki, Qədir gecəsi su və torpağa səcdə edir. Və həmin gecə Peyğəmbər sallallahu gerçəkdən səcdə etmişdi torpaq və suya, yəni alnında hətta izi var idi həmin o torpağın. 21-ci gecəsi. Və həmçinin 23-cü gecəsində də bu rəvayət varid olur. Və cümhur elm əhli deyir ki, 27-ci gecəsindədir. Çünki Übey ibn Kəb radiyallahu anhu and içib ki, Qədir gecəsi nədir? Bu gecədədir deyər. O da əlamətinə görə. Bəzi elm əhli, hamısının özünün dəlilləri var. Hamısının özünün dəlilləri var və əlamətə görə bəziləri deyir ki, tatlu'u sabihətihə və lə şuaə ləhə əş-şəmsu. Yəni, günəşin sabahsı günü şuasız çıxmasına əsasən əlamətlərdəndir Qədir gecəsinin. Əgər Qədir gecəsinin sabahsı, səhərsi günə baxsan, gün gözünü yandırmasa, şuasız yəni, bil ki, həmin gecə Qədir gecəsi imiş. Və başqa əlamətlər də deyiblər, yəni həmin gecənin nə soyuq, nə isti olmaması, yəni ki, insan nə soyuqdan əziyyət çəkməməsi, nə də istidən, yəni sakin bir gecə olması kimi əlamətlər də qeyd edilir. Və hər bir halda odur ki, qardaşlar, bu günlərin bitməsinə olduqca az günlər qalıb və siz Allahdan məğfirət istəyin, bağışlanma istəyin durmadan və bu son gecələri ibadətdə keçirməyə çalışın. Namazda, qiyamda, dualarda, Quran tilavətində, zikirdə. Çünki bağışlanmaq üçün yenə fürsətdir, yenə günlər önümüzdədir, yenə Qədir gecəsi umulan gecə ola bilər önümüzdədir. Biz bilmirik, ola bilər bu gecədir, ola bilər növbəti gecədir. Siz hamısını çalışın. Hətta İbn Məsud deyirdi ki, mən yəqumil havlə usibə leylətəl qadr. Deyir, kim bütün ili çalışsa, bütün ili Qədir gecəsinə ulaşar. Ona görə bəzi elm əhli deyirlər ki, hətta Qədir gecəsi Ramazandan qeyri-gün ayda olması mümkündür. Düzdür, bu səhih deyil. Çünki Qədir gecəsi Ramazandadır. Biz bunu bilirik. Şəhr-i Ramazan ələzi unzilə fihil Qur'an Leylətul Qadri xayrun min və mə adrak mə Leylətul Qadr Leylətul Qadr xayrun min əlfi şəhr. İnnə ənzəlnəv fi Leylətul Qadr. Biz Qədir gecəsi nazil etmişik. Və Qur'an da Ramazanda nazil olub
Biz də Qədr gecəsini nazil etmişik. Bu ayələrə əsasən deməli, Qədr gecəsi hardadır? Ramazanda, Ramazandan qeyri. Lakin İbn Məsud bunun deməsi məqsədi odur ki, yəni ki, insanlar təkcə Qədr gecələrində yox. Çünki əksər insanlar Qədr gecələrində, elə deyilmi? Umulan Qədr gecələrində çox çalışırlar, məscidlərə gəlirlər, ibadətdə olurlar səhərə qədər. İbn Məsud radiyallahu anh istəyər, bunu ona görə deyirdi ki, hətta digər gecələrdə ibadətlə məşğul olsunlar. Sələfin halı bu idi. Sələflər məsələn Ramazana daxil olanda onlar yeni bir əməl etmədikləri. Yəni Ramazandan öncə oruç tutardılar. Şaban ayının çoxunu oruç tutardılar. Hər ayın 3 günü oruç tutardılar. Hər ayın həftənin 1-ci, 4-cü günləri oruç tutardılar. Gün aşırı oruç tutardılar. Quran desən, Quran oxuyardılar, Quran əhli idilər sələflər. Gecə namazlar desən, gecə namazları qılardılar. Gecəni nədir? Səhərə qədər namaz qılardılar. Zikr, dua, yəni Ramazanda edəcəkləri yeni bir şey yox idi. Sadəcə daha ciddi olardılar Ramazan gecələrində. Onun üçün sələfin halı bu idi. Və çalış, ehtiyatlı ol, diqqətli ol, son günləri məğfirətlə keçir. Yəni özünü təqsirkar hiss et. Və bir hədis deyəcəm, bununla da bitirək. Və bu hədisdə eyni zamanda mühüm əməllər qeyd edilib, salih əməllər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Rəğimə ənfu imri'in zukirtu indəhu fələm yusalli aleyhi. Rəğimə ənfu imri'in dəxələ aleyhi Ramazan thumman sələxə qablə ən yuğfara ləhu. Rəğimə ənfu imri'in ədrəkə indəhu əbəvahul kibar fələm yudxiləhul cənnə. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, burnu yerə sürtülsün o şəxsin ki, mən onun yanında zikir edilirəm, mənim adım çəkilir onun yanında, amma mənə salavat demir, sallallahu aleyhi ve sellem. Burnu yerə sürtülsün o şəxs ki, Ramazan ayı daxil oldu və çıxdı, lakin o bağışlanmadı. Və burnu yerə sürtülsün o şəxsin ki, valideynləri onun yanında ixtiyar yaşına çatdılar, lakin onlar onu cənnətə daxil etmədi. Yəni, valideynlərə yaxşılıq edib də, bu yaxşılıq səbəbi ilə cənnətə daxil olmadı. Baxın, salih əməllər. Əvvəla Allah Rəsulü sallallahu aleyhi və səlləmə salavat gətirmək. Daim eşitsən də, eşitməsən də böyük bir əməldir bu. Allah Rəsulü sallallahu aleyhi və səlləmə salavat gətirmək. Və həmsinin Ramazan ayında bağışlanmaq, çünki bağışlanma ayıdır. Və necə ola bilər ki, Ramazan gəldi, sən bağışlanmadın? Niyə görə? Təqsirkarlığına görə, təfritinə görə, səhlənkarlığına görə. Xüsusən son gecələrdə, xüsusən son gecələrin umulan Qədr gecələrində. Ona görə, bu nəyə görə qeyd edilir? Hətta sən özünü təqsirkar hiss edəsən Allah qarşısında. Yəni, bəziləri özündən razı qalmış kimi özünü bu cür davranır. Yəni, təravih qıldım, cəmaat namazı qıldım, biraz Quran oxudum, dua elədim və özündən razı qalmışım. Əsla, əksinə daima bu sənin zehnində olsun bu hədis. Vay olsun, burnu yerə sürtülsün o şəxsin ki, Ramazan girdi, çıxdı, amma o bağışlanmadı. Daima səndə bu qorxu olsun ki, görəsən mən bağışlananlardan oldummu? Görəsən mən oddan azad edilən şəxslərdən oldummu? Görəsən Allah mənim ibadətimi qəbul etdimi? Oruzumu qəbul etdimi? Hətta bağışlanan qullardan sayıldımmı? Mütləq bu hissiyyat, bu qorxu səndə olmalıdır. Əgər belə olsa, o zaman təqsirkar olsan da, əməllərində naqisliklər olsa da, Allah səni gerçəkdən bağışlayar. Özünü Rəbbin qarşısında təqsirkar hiss edətsən, razı olaraq deyil, əməllərinə razı qalaraq deyil, əməllərini naqis görsən Rəbbin qarşısında və buna görə sən Allahdan utansan və bağışlanma diləsən, inşallah ki, Allah səni bağışlayan qullardan edər. Və biz də Allaha dua edirik ki, Rabbimiz bizi bağışladığı qullardan etsin. Allah subhanahu wa ta'ala bizləri oddan xilas etdiyi qullardan etsin.
Allah Azze ve Celle əməllərimizi qəbul etsin. Allah Subhanahu Teala bizləri ixlaslı qullardan etsin. Və sallallahu ala nəbiyyina Muhammedin və ala alihi və ashabihi ecmaîn.